Qrafon online'dır. Bu günləri Qrafto rubrikasından daha bir videonu çəkəcəyik və əlbəttə ki, bizim ustamız kim olacaq? Hamı bilir ki, Ruslan ustam. Danış. Bu günləri biz nə iş görəcəyik? Hansı maşın üzərində gözəl bir redizayn görəcəyik? Onu gəlin Ruslan özü bizə və sizə desin. Başlayır avtomobilin. Nədir? Sizin internetdə bu gündədir, donmalar və kəsilmələr var. Mütləq və mütləq internet provayderinizi dəyişin. Deyəcəksiniz ki, ay Zaur, bütün internet provayderləri eynidir. Start Telekom tam fərqli internet provayderidir. Siz ora zəng edən kimi özünüzə professional dost qazanırsınız. Xoş ünsiyyət, kəsilməz internet və professional texniki servis ancaq və ancaq Start Telekomdadır. Start Telekom dost kimi dost internet provayderi. Biz isə davam edək. Başlayır avtomobilin torpeda hissəsindən. Torpeda öz rəngində qalır, sadəcə əlavə tikişlər əlavə olunacaq. Bugünkü proyektimiz RR modelidir, avtomobilin redizaynidir, salonun rəng dəyişikliyi. Avtomobildə ağ rəng görünən bütün detalların hər biri narıncı rənglə üzlənəcək eko dəri ilə. Qabaq dirəklər, orta və arxa dirəklərin eko dəri ilə parçanın kombinə olunmuş versiyası olacaq narıncı tikişlərlə. Getdik ateliyə. Avtomobilin salonu ağ rəng olduğuna görə, yəni müştərimizin öz zövqünə uyğun olaraq avtomobilin salonu narıncı rənginə əvəz olunacaq. Materialımız eko dəri və müəyyən hissələr parça ilə işlənəcək. Məsəl üçün tavan hissədir, stoykalardır, onlar parça ilə, bir də eko dəri ilə əvəzində. Rəngləri nə olacaq? Rəng qara ilə narıncı rəngin kombinasiyası. Yəni qara ilə narıncı daha yaxşı tutur, yoxsa onun başqa bir rəng tutumu var, yəni narıncı? Rəng məsələsi biraz zövq məsələsidir, yəni hər müştərinin öz zövqünə görə. Amma qara rəng belə deyək ki, çox rənglərinə universal rəngdir. Uyğunlaşan bir rəngdir. Belə deyək, bu narıncı rəng elə bir rəngdir ki, biraz çoxluq təşkil etsə, yəni göz yorucu olan bir rəngdir. Ümumiyyətlə, yəni yoran rəngdir. Ona görə kombinasiya ilə seçməliyik ki, nə çoxluq təşkil etsin, nə də az görsənsin. Yəni İnşallah işin gedişində hamısının özü şahid olacaq.
Avtomobilin salonu demək olar ki, yaxşı səliqəli vəziyyətdə idi. Sadəcə olaraq avtomobilin ilinə görə müəyyən detallar var idi ki, bəli, onlarda problemlər var idi. Həm o problemlərin aradan qaldırılması üçün, həm də müştərinin rəng zövqünə görə salonda dəyişiklik etdik. Avtomobilin torpedasında da dəyişiklik etdik. Daha yeni modelə uyğun dizayn seçib, salonun rənginə uyğun olaraq paralel tikişlərlə gözəlliyi verdik. Nə çəksən? Patolog və stoykalarımız qara rənglə əvəzləndi. Apşifkalarda isə qara və narıncı rəngin sintezindən istifadə olunur. Bu avtomobilin söküntüsündə elə bir ciddi problemimiz olmadı. Standart model olduğuna görə, yəni praktikaya görə biz çox işləmişik o avtomobillərdən, həmin modellərdən. Ona görə bir çətinliyimiz olmadı. Avtomobilin oturacaqlarının dizaynını tam olaraq dəyişdik. Özümüzə məxsus bir dizayn seçib, əlavə paralel tikişlərlə gözəl bir əl işi alındırdı.
Bununla da növbəti bir proyektimiz sona çatdı. 2008-ci ilin istehsalı olan Range Rover avtomobilinin salonu tamamilə redizayn edildi. Videonu, avtomobilin salonunu, hər işimizi bəyəndisə, like, komment yazmağı unutmayın. Əgər siz də belə gözəl və keyfiyyətli əl işi istəyirsinizsə, mənə müraciət edə bilərsiniz. Telefon nömrəsi və ünvanı ekranda görürsünüz. Növbəti proyektlərdə görüşənədək.